Moralə oturdur eləyirsən, sonra bilirsən bu şərəşür adamdır. Və yaxud da hələ bilirsən şərəşür adamdır, amma çox istəyirsən onu. Bu sənin naqisliyindən. Şər adamı istəmək, çox istəmək. Sənin içərində o nəsə pozulub. Onu regulov eləmək lazımdır. Ki, təbərra düzəlsin. Dostluğu da Allah xatirinə eləyəsən, düşmənçiliyi də Allah xatirinə eləyəsən. Onda dostluq da kişi kimi olur, düşmənçilik də kişi kimi olur. Adamları düşmənçilik eləyir. Amma kişi kimi eləyə bilmir. Alçaq-alçaq hərəkətlərlə eləyir. Bizdə deyərlər, ibn-ibn hərəkətlər eləyir. Adam bir kişi kimi düşmən, mövqe tutuşun özünü ki, həm filan kəs mənim düşmənimdir. Adam da var, yalaq adamdır. Gündə 50 dəfə çıxır qabağa. Nə bilim, işlədiyin yeri oradan girir, buradan çıxır. Hara girirsən, çıxır qabağa, haşərat kimi. Bir mövqeyin olsun da, köhnə kişilər düşmənçiliyə eləyərdilər. Onları iki dənə bir-birinə düşmən olan kişini bir dənə toya çağırardılar, başqa-başqa saatlarda, birini səhər çağırardılar, birini axşam ki, bunlar bir-biri ilə rastlaşmasınlar. İki dənə düşməndir də, ikisi də iki kimi düşmənçiliyə eləyir. Harada biri-birini görsə, vura bilər. Hindi o qalmayıb. Hindi yalaq-yaltaq dünyasıdır. Bilinmir ki, hansı əqidəyə qulluq edir. Namaz qılansa namaz qılan kimi namaz qılandır. Xumus verənsə xumus verən kimi xumus verəndir. Həcidsə həci kimi həcidir. Meşedisə meşedi kimi meşedidir. Belə də bilinmir, əqidə nədir, insanlıq nədir, şəxsiyyət nədir. İki. Bu cür insanlardan məni uzaq elə, hər kəsin vardısa zatında şərarət küfri, Füzuli deyir rəhmətdir. Hər kəsin vardısa zatında şərarət küfri, istilahat-ı ülum ilə müsəlman olmaz. Gəl, qara daşı qızıl qan ilə rənginə desən, təbə təğyir verib ləli bədəxşan olmaz. Edəsən tutiyə tutuquşuna. Edəsən tutiyə təlim, ədai kəlimat, nitqi insan olur, amma özü insan olmaz.